Salam, hər vaxtınız xeyir. Bugün şimal materiklərinin təbii zonaları mövzusunu izah edirik. Şimal materiklərinə Avrasiya və Şimali Amerika materikləri aiddir. İlk təbii zonamız Arktik səhralar təbii zonasıdır. Arktik səhralar təbii zonası Asiyanın şimal hissələrində, yəni Yamala yarımadasının şimalı, daha sonra Taymır yarımadasının şimalı və Asiyanın digər şimal bölgələri, həmçinin Şimali Amerikada da Kanadanın şimalında olan adalar, Kanada Arktik arxipelaqı, Viktoriya adasının şimalı və Baffin torpağı adasının şimal hissələri Arktik səhralar təbii zonasında yerləşir. Bu təbii zonanın torpaq tipi yoxdur, yəni ibtidai torpaqlar yayılmışdır. Digər təbii zonamız tundra və meşə tundra təbii zonasıdır. Tundra və meşə tundra təbii zonası Skandinaviya və Kola yarımadalarının şimal hissələri, həmçinin Yamal yarımadası, Taymır yarımadasının cənub hissələri, Orta Sibir yaylası, Qərbi Sibir ovalığının şimal hissələri, Çukot yarımadasının əksər hissəsi və Şimali Amerikada Alyaska ştatının şimal hissələri, bundan əlavə Hudson körfəzi sahilləri, Böyük Ayı gölünün ətrafı, Baffin torpağı adasının cənubu, Viktoriya adasının cənubu və Labrador yarımadasının şimalı tundra və meşə tundra təbii zonasında yerləşir. Yəni bir daha deyək ki, Baffin və Viktoriya adasının cənubu tundra və meşə tundra təbii zonası, şimal hissələri isə Arktik səhra təbii zonasında yerləşir. Labrador yarımadasının isə şimal hissəsi tundra və meşə tundra təbii zonasında yerləşir. Bundan əlavə Taymır yarımadasının və Yamal yarımadasının şimal ucqarları Arktik səhrada, cənubi hissələri isə tundra və meşə tundra təbii zonasında yerləşir. Digər təbii zonamız iynəyarpaqlı meşələr və yaxud tayqa meşələri zonasıdır. İynəyarpaqlı meşələr təbii zonası Böyük Britaniya adasının şimal hissəsində az da olsa yayılmışdır. Həmçinin Skandinaviya yarımadası, Kola yarımadasının cənub hissəsi və əksər hissələri və həmçinin Avrasiya materikində şimal hissəsində tam zolaq əmələ gətirən təbii zonalardan biridir. Kamçatka yarımadasının qərb hissəsi, Saxalin adası da və həmçinin Yapon adalarının şimal hissəsi, yəni Hokkaido adası tayqa meşələri təbii zonasındadır. Bundan əlavə biz Şimali Amerikada Sakit Okean sahillərində tayqa meşəsini, həmçinin Labrador yarımadasının cənubu tayqa meşələri, yəni iynəyarpaqlı meşələr təbii zonasında yerləşir. Digər təbii zonamız isə enliyarpaq və qarışıq meşələr təbii zonasıdır. Enliyarpaq və qarışıq meşələr təbii zonası Avropa hissəsində Böyük Britaniya, İrlandiya adaları, Mərkəzi Avropa, Şərqi Avropanın əksər hissələrində, yəni Ural dağlarına kimi enliyarpaqlı və qarışıq meşələr təbii zonasıdır. Şimali Amerikada isə böyük göllər ətrafı zona enliyarpaqlı və qarışıq meşələr təbii zonasında yerləşir. Digər təbii zonamız isə çöl və meşə çöl təbii zonasıdır. Bildiyimiz kimi çöl və meşə çöl təbii zonası həm subtropik, həm də mülayim iqlim qurşağında yayılmışdır. Avrasiya materikində baxsaq, Qara dənizin şimal hissələri, həmçinin Qazaxıstanın şimalı, Rusiyanın cənub hissələrində, yəni Rusiya-Ukrayna ətrafı, yəni Ukrayna daxil olmaqla və həmçinin Çin ərazisində, yəni Asiyanın şərq hissəsində, Çin ərazisində çöl və meşə çöl təbii zonası yayılmışdır. Şimali Amerikada çöl və meşə çöl təbii zonası meridional istiqamətdə uzanır və bunlara prerilər deyilir. Kanadanın mərkəzi hissələri və ABŞ-ın mərkəzi hissələrində çöl və meşə çöl təbii zonası yayılmışdır. Torpaqları əslən qara və şabaldı torpaqlardır və qeyd edək ki, həmçinin Şimali Amerikada Meksika körfəzinin sahillərində də çöl və meşə çöl təbii zonası yayılmışdır. Bundan əlavə Mississippi çayının hövzəsində də bu təbii zonaya rast gəlinir. Digər təbii zonamız səhra və yarım səhra təbii zonasıdır. Səhra və yarım səhra Avrasiyada, Cənub-Qərbi Asiyada, xüsusilə də Ərəbistan yarımadası bütövlükdə, həmçinin Mərkəzi Asiya, Turan ovalığı və Qobi yaylası, Qobi səhrası da var. Yəni bunlar səhra və yarım səhra təbii zonasındadır. Şimali Amerikada da səhra və yarım səhra Böyük Hövzə yaylasında, Kaliforniya yarımadasında,
Həmçinin səhralardan Mojave, Sonor kimi səhraları deyə bilərik ki, bunlar Şimali Amerika materikində yerləşir. Codyarpaqlı meşə və kolluqlar təbii zonası subtropikin Aralıq dəniz iqlim tipində yayılmış təbii zonalardan biridir. Avrasiyanın cənubu, yəni Avropa hissəsində, xüsusilə də Avropanın, Cənubi Avropada, yəni Pireney yarımadası, Apenin yarımadası, Balkan yarımadası, həmçinin Qara dənizin cənub sahilləri, Qara dənizin şimal sahilləri çöl və meşə çöl təbii zonası. Amma cənub sahilləri codyarpaqlı meşə və kolluqlar təbii zonasıdır. Həmçinin Kiçik Asiya yarımadasının qərb hissəsi codyarpaqlı meşə və kolluqlar təbii zonasında yayılmışdır. Şimali Amerikada da Amerikanın şərq, yəni Amerika Birləşmiş Ştatlarının qərb hissəsində Aralıq dəniz iqlim tipi daxilində codyarpaqlı meşə və kolluqlar təbii zonası yayılmışdır. Torpaqları da qəhvəyi torpaqlardır. Yağıntılar əsasən qış aylarında düşür. Dəyişkən rütubətli təbii meşələr, yəni dəyişkən rütubətli meşələr Hindistan yarımadasının qərb hissəsində, yəni cənub-qərb hissəsi, həmçinin Qanq-Brahmaputra çaylarının mənsəbi, yəni Benqal körfəzinin şimalı, həmçinin Mekong çayının mənsəbi hissəsində, Mekong çayı da Cənub Çin dənizində tökülür və onun da mənsəbi, Saluin, İravadi çaylarının mənsəbləri, həmçinin Böyük Çin düzənliyi, Çinin şərq hissələri, Koreya yarımadası, Yapon adaları, bunlar dəyişkən rütubətli meşələr zonasında yerləşir. Şimali Amerikada isə Florida yarımadasının şimal hissəsi, Atlantik sahili ovalıq, həmçinin Yucatan yarımadası, Panama, yəni Şimali Amerikanın cənub hissələri, Panama, həmçinin Haiti adası və Yamayka adaları da dəyişkən rütubətli meşələr təbii zonasında yerləşir. Digər təbii zonamız savanna və seyrək meşələr təbii zonasıdır. Savanna və seyrək meşələr təbii zonası Hindistan yarımadası, Dekan yaylasının əksəri, həmçinin Hind-Çin yarımadasının mərkəzi hissələri, yəni Hind-Çin yarımadasının okean sahilləri dəyişkən rütubətli meşələr, amma mərkəzi hissələri savanna və seyrək meşələrinə düşür. Bundan əlavə Şimali Amerikada, xüsusilə də yəni Şimali Amerikanın cənub hissələrində sakit okean sahilləri, savanna və seyrək meşələrdir. Həmçinin Kuba adası savanna və seyrək meşələr təbii zonasıdır. Və digər təbii zonamız həmişəyaşıl rütubətli ekvatorial meşələr təbii zonasıdır ki, bu da yalnız Avrasiyada yayılmışdır. Şimali Amerikada bu təbii zonaya rast gəlinmir. Avrasiyada da Cənub-Şərqi Asiyada yerləşən Kalimantan adası, Sumatra adası, Sulawesi adaları, həmçinin Filippin adalarının cənub hissələri, daha sonra Malakka yarımadası, bunlar həmişəyaşıl rütubətli ekvatorial meşələr təbii zonasında yerləşir. Digər ərazilər isə dağlıq ərazilərdir ki, həm Şimali Amerikada, həm də Avrasiyada dağlıq relyefin olduğu ərazilərdə, yəni təbii zonalar şaquli zonallıq üzrə paylanmışdır.